Hamıya airsoft tapançalar yəqin ki, maraqlıdır və bu işdə professional hər şeyi bilən Rəşiddir bizlə. Mən ümumiyyətlə sual vermək istəyirəm ki, məsələn, bu tərz airsoft tapançalar, məsələn, bu SSP-18-dir də, məsələn, Glock-a bənzədirəm mən bunu. Nə ilə fərqlənir bu və yaxud da nəyə lazım olur oyunlarda əsasən airsoft tapançaları? SSP-18 modelidir o əlindəki. Deməli Norwich brendin SSP-18 modeli Green Gas-la işləyir hal-hazırda. O Green Gas-la işləyəndə onun CO2 versiyası da var. CO2. CO2 də çox adam bilir nə olan şeydir. Yəni əsasən airsoftçular bilir onu. Yəni pnevmatika ilə məşğul olan belə balaca balonlar olur 12 qramlıq. Yəni hər iki prinsiplə işləyən tapancadır. Əlbəttə ki, oyunda o lazım olur, daha sürətli olmaq üçün, ergonomik olmaq üçün. Ondan sonra Yəni mən airsoft avtomatı alıram da, məsələn, oyun oynamaq üçün mənə lazımdır avtomat ki, yəni uzaq məsafə vurum və s. və ilaxır daha effektiv olsun. Məsələn, tapançanı nəyə görə istifadə eləməliyəm və yaxud da bunun digər tapançalardan fərqi, bu tapançanın digər tapançalardan fərqi nədir? Tapancalar belə deyim də, sən iki cür olur. Həm AEP olur, yəni airsoft electric pistol gedir. Yəni həm tokla işləyən olur. Onların gücü nisbətən onların nisbətən zəif olur qazdan, amma stabil atır. Stabildir. Var qazlı. Yəni qazlı daha məsləhətlidir. Bu hazır qazlı tapançası belə. Gücü çox olduğu üçün daha məsləhətli qazlı. Yəni qazla işləyən tapanca daha məsləhətli. Niyə? Adam vuranda daha hissiyatlı olur. Yəni buradan da olur da qazı yəqin ki. Alt hissəsindən doldursan, zajqalkalarda olur ya o. Aydın. Bunda da eyni bir şeydir. Sadəcə o qaz fərqlidir. Yaşıl qaz deyirlər, green qaz deyilir ona. Red qaz da var, black qaz da var. Orada hava ilə. Onların fərqləri nədir məsələn nəyə görə? Fərqlər məsəl üçün orada PCI deyilən bir şey var. Yəni güc. Onların gücü var da. Məsəl üçün qazın gücü var ki, green qaz onların arasında, hətta blue qaz var. Blue qaz ən zəifi blue qazdır, yəni mavi. Ondan sonra gəlir deməli green qaz. Green qaz onların belə necə deyim, hava məsələsinə görə, yəni o temperaturun dəyişməsinə görə istifadə edirik. Green qazı biz green qazı istifadə edirik, yəni 4 fəsil istifadə edirik. Amma o istifadə olunmalıdır yaz havasında. Yaz, payız, yay. Ən çox bunda red qazdan istifadə etməliyik qışda. Red qaz bəli, red qazdır, black qaz. Red qaz məsəl üçün bizim şəraitimizdə okeydir. Yəni istifadə etmək olar, payızda və qışda eləmək olar. Niyə? Çünki bizdə mənfi dərəcə çox az olur da. Yəni mənfi də gündüz vaxtı mənfi olmur bizdə. Ona görə red qaz və green qaz istifadə oluna bilər. Tezliklə bizdə red qaz olacaq. Yəni Azərbaycanda heç kəs. Black qaz amma daha belə. Black qaz demək olar ki, 0 dərəcədən aşağıdır da, yəni. Okay. Bəs yaxşı məsələn elə situasiya olub ki, məsələn, tapança səni vəziyyətdən xilas edib və ya əlbəttə ki, dəfələrlə olub. Sən özün də görmüsən onu oyunlarda. Elə ona görə deməyim istəyirəm. Oyunçularımız da görüb onu. Yəni Airsoft-da bizim klub üzvlərimiz var, onlar da tanıyır, bilirlər. Amma mən o tək məni yox, çox adamı xilas edir. Yəni əlbəttə ki, elə bir məqam olur ki, yəni avtomatdır da, yəni sən etibarlı deyilsən. Yəni bir gün sən avtomatla oynayırsan, bilirsən ki, bu işləyir, okeydir, yəni saz avtomatdır. Onun üçün bilirsən, akkumulyator bitir, bilirsən nəsə hansı bir detal sınır. Bu olur belə şeylər. Ya və yaxud güllə. Məsələn, Sukibi oyunları var da, məsələn indi o haqqda ətraflı danışırıq. Sukibi oyunları yaxın sport kombatda, yəni daha qısa məsafəli döyüşlər, yaxın döyüşlər deyək. O döyüşlərdə mənə elə gəlir ki, tapança daha effektivdir, nəinki avtomat. Yəni çünki mən özüm də daha çox tapança ilə oynamağı sevirəm. Amma həmin mövqedə də. Amma bunlardan əlavə məsələn başqa nəyə görə həmin yerdə oynamaq daha rahat gəlir səncə? Tapancada axı daha sürətli olursan, daha hərəkətli olursan. Bir var ki, sən avtomatla uzun bir, nə qədər olsa da əlində bir yarım metrlik bir avtomat olur. Yəni nə qədər qısaltsan o yarım metr 50 sm olur. Yəni var DSK SR9-un DSK-si var və yoxud da adı SR9 var. Mən öz SR9-u qısaldıram, yəni də istədirəm ki 70-60 sm olur. Yəni biri var ki, sən rahat işləyə bilərsən aralarında. Bir də var ki, ara məsafədə saxlayasan. Yəni belə deyim də, ara məsafə zaten saxlanılır. Sadəcə elə bir mövqelər var ki, yəni sən tapancanla daha sürətli olsan, nəinki avtomatla. Biri var ki, sən tam çeynindən çıxırsan, biri var ki, belə deyim də, bir balaca hissən yaxın hə. Hardasa bu formada. Yəni sən bir də bir şey deyim də. Onu oyunda daha çox belə izah eləmək olur da, nəinki poligonda olsaydı, daha onu mən belə deyim də, demonstrasiya edib göstərə bilərdim, hə, izah. Bəs belə bir şey deyim də, məsələn, avtomatla bağlı biz qaydalarda dedik ki, avtomat qundağa çiynə söykənməlidir.
yəni müəyyən qaydalar var da, düzdür? Məsələn, tapançada Somali atışlar deyilir. Biz Somali olmamalıdır atış. Məsələn, biz tapança ilə bağlı, bu Somali ilə bağlı bir şey var. Yəni başa düşürəm, bu olmaz. Məsələn, divardır belə ata bilmərik. Amma tapancada elə bir hissə var ki, məsələn tam başa düşdüm, fikrimi başa düşdüm. Tapancada məsəl üçün bəzən olur ki, biz icarəyə də veririk də tapancaları oyun vaxtı. Yəni, o yeni oyunçularda bu səhvlər olur çox vaxt. Yəni də tapanca tutur, məsəl üçün nişan almadan başlayıb belə atır, yəni çatmamış olur belə atır. Görürəm də hədəfi oradan belə olmaz. Bu sağ məsəl üçün göz hizasını görməli. Hə də tuşunda olmalıdır. Göz tuşunda olmalı, nişan. Yəni qol bu formada olmalıdır. Bəli, o Somali sayılmır, hə. Yox, sən əgər bunu belə atmaq olar bəs. Başın üstündən qaldırırsan. Yox, o artıq demək olar ki, sən görünmürsən. Sən bilirsən ki, orada adam var, amma istər-istəməz sənin gözün o nişan arpacığın üstündə olmur. Yəni şeylə belə deyək, o çox belə incə məqamlardır. Əslində biz o vaxtlar birinci səfərlər oynayanda o xırdalıqlara fikir vermirdik. Əslində o belə deyək də, mən o vaxtları biz oynayanda, yəni bizim müəyyən bir oyunçularımız vardı 2019-cu ildə belə. Biz elə bilməyəndə elə oynayırdıq elə. Yəni çox bir-birimizə də hardasa bilirdik hə Somali sayında çox fikir vermirdik. Amma indi artıq qaydaları sərtləşdirmişik. Yəni o incəliklərə daha çox fikir veririk ki, yəni Somali atışlar olmasın da, yəni. Bu bəs yaxşı bir şey deyim. Bu əlimizdə tutduğumuz SSP 18-də bu həqiqətən real hansısa bir realın kopyasıdır, yoxsa modifikasiya olmuş başqa bir versiya? Tam kopyası deyil. Amma bənzəyir. Yəni. Hə, bənzəyir. Yəni Glock 18-ə 17, 18, yəni ölçüləri Glock 18-dən 17-nin ölçüləridir, amma üstdə görsən də markirovkaları da, yəni üst cizgiləridir, yəni hə, üst cizgiləri də fərqlidir. O daha çox Glock 18-in yəni oxşardır. Niyə? Çünki avtomatik rejimdə var, özün bilirsən, çox gözəl atır. Mənim birinci, yəni Norwich'in birinci tapancası məndə SSP 18 olub. Hətta videolarım da var. Yəni bağlı məkanda. Bəs yaxşı, sən Norwich brendinin məsələn hansı tapancalarına üstünlük verərsən, istifadə eləsən? Əslində Norwich'in bütün tapancaları yaxşıdır. Yəni bax, yəni SSP 18 istifadə eləmişəm. İşlənmə ardıcıllığına görə də məsələn atıram, biz sniperlə oynayırıqsa, hansı tapancanı götürərsən? Məsələn, avtomatla, hücum silahıyla oynayırıqsa. Sniper bax Canon oynayır. Canon bizim rəhbər heyətinin bir videoda, yəni mənlə bərabər bu işi görür. Canon'un əlində görmüsən də SSX 303-dür. ISO çox sakit və uzağa atır. Yəni demək olar ki, mənim avtomatımdan da yaxşıdır. Demək olar ki, çünki o hop-up sistemi elə bir şeydir. Hop-up sistemi haqqında da ayrıca məlumat verərik, bir də o mövzular yerinə. Yəni orada gülləni elə tənzimləyir ki, yəni rahat 40 metrədə, yəni güllə çox stabil uçur. Dəqiq uçur. Dəqiq uçur və stabil, tapança olmasına baxmayaraq da. Bəli, yəni o qaz idi. Bu qazla da green qazla işləyir. Təpməsi də yoxdur onun. Təpməsi olmadığı üçün bunun belə deyək, üstünlüyü də odur ki, qazın qənaət edir qaza. Yəni həm qənaət edir, həm qaz belə deyək də, məsəl üçün bu təpməli olan tapancalarda istəsəz qaz azalanda təpmə çox qaz aparır. Stabilliyi də düşür, yəni gücü də düşür. Gücü düşəndə biraz güllə artıq 30 metrə yox düşür 27 metrə və s. O tapancanı daha üstün görərdim. SSP 5 5.1 düym və yaxud 6.1 düym. Ən yaxşı halda SSX 303 Canon tapancasında deyirəm, yəni ən çox. Amma mənim halımda mən hal-hazırda SSP 5 istifadə edirəm, keçmişəm. Amma SSP 18-ə qayıtmaq istəyirəm. Çünki mən özümü daha ondan etibarlı hiss edirəm. Daha. Həm avto rejimi var, həm təkli rejimi var. Lazım olur ki, avto rejim bəzən lazım olur o işə. Adam olur ki, yanından qaçır və yaxud 2 nəfər, 3 nəfər birdən yaxınlaşır sənə. 7-8 metrdə çıxardım məsələn avto rejimdə səhv eləmək olar. Çünki sən əgər sniper oynayırsansa da, yəni çünki sən sniperlə yaxından vura bilmirsən axı. Bəs yaxşı tapançanın darağı neçə güllə tuturdu? Bu halda 25 bunu artırma və ya bunu 25 qoysaz da yaxşıdır. Bunu artırma və ya buna uyğun uzun daraqlar var, olur. Mən istəsə ala bilərəm. Uzun daraqları var. Onun hətta o üstündə gələn daraq ağır olur. Görürsən ağır bir hansısa bir xeyli ağ var orada. Amma elə daraqlar var ki, xüsusi indi materialdan hazırlanıb, Norwich brendi hazırlayıb onu. Yəni çox yüngüldür. Sənə deyim ki, o 2 dənə daraq heç bunun çəkisində olmur. Yəni o həm də silahın ağırlığını azaldır deyə rahat oynamağa imkan verir. Olur. Üstündə gəzdirmirsən. Biri bax ki, sən 3 dənə bu daraqdan gəzdirəsən və
Səndiremenin Warbelt deyirlər də, Warbeltdən ağır olsun. Bir də ki, onlardan gəzdirərsən. Sözün açığı ilk başda da elə gəlir ki, nə olsun gəzdirərsən. Amma bir müddət oynayandan sonra görürsən ki, yəni tökülürsən də bir sözlə. Yəni yorğunluq bir tərəfdən, hətta respawn oyunda olsan. Respawnda vəbşi bərbad. Yəni yarım saat, 25 dəqiqə sən qaçırsan, 20 dəqiqə sən qaçırsan, bazaya vurulursan, qayıdırsan 5 saniyə, qayıdırsan 5 saniyə. 3 dəfə gedəndən sonra bizdə elə oyunçular var ki, əslində mən deyim ki, bu tapança respawndan daha effektivdir də. Çünki respawnda yox, orada belə deyək də, o bağlı məkanlar üçün yaxşıdır əsasən. Yaxın məsafələr üçün yaxşıdır. Amma məsələn açıq məkanda bu tapançanın çox effektiv istifadə etdiyin yerləri də görmüşəm. Uzaqdan olub, taktikalı olub ki, 30 metrdən bir güllə ilə vurmuşam. Mənə avtomatla. Bir də yaxın məsafədə məsələn avtomatla gəlmişdin, bir dəfə yadıma gəlir. Yəni gözlədin, tam daraq dəyişmə səsi alında tank qoydun. Sultanla olub. Deyəsən avtomatla getmişdim, ya da ki tapanca yadıma gəlir. Çünki belə vurdun. Yəni özündə qalxdın. Sonra da onu göstərdin ki, yəni o SSP 18 ilə bu idi elə, bu tapanca idi səfər. O tapancalar idi. Deməli yaxınlaşmışdım orada. Bilirdim ki, ordadır. Əslində bilmirdim ordadır. Yaxınlaşmışdım, təxmin edirdim ki, o ola bilər. O da elə sakitcə oturmuşdu ki, orada. Yəni mən ora yaxınlaşandan sonra təkənin arasından, yaramızda 50 sm məsafə. Təkənin arasından gördüm. O qədər yaxın gəldim ki, hiss eləmədi ki, mən gəldim ora. Gördüm ki, ordadır. Sonra başladı atmağa başqa hissə. Mən bildim ki, məni atmır, məni görmür. Başladı atmağa. Sonra hiss elədim ki, gülləsi qutarda darağın dəyişir. Darağın səsini çıxartmağa eşitdim. Taxana yaxın mən çıxdım, onu vurdum. Hətta uyğun bir yerdə, özünə uyğun bir rakursda durmamışdı deyə. Onda həmişə o səhv olur. 2 dəfə onu o səhvçəyə vurmuşam. 2 dəfə, 2 video, ikisində də sən çəkmişsən. Çəkmişəm. Biri yaşıllıqda olur, biri yol qırağında. Orada avtomatla idi bu. Yəni elə çönüb mənə vurmaq istəyəndə elə oturub ki, belə sağ tərəfə oturub. Yəni artıq dönənə qədər sən vurursan. Orta hissədə otursan, yəni həm sol, həm sağı yaxşı işləyə bilər. Arxasını mənə verir. O məni gördü. O da çox cəld olmuşdu. Yəni məni görüb çönənə kimi mən onu vurmuşdum. O atdı orada. Video görsən hər ki atır. Amma orada dəymir mənə. Bilmirəm, ara deyəsən bölümdən keçir güllələr, ya təkərə dəyilə. O zaman belə başa düşdük ki, tapançalar həm qapalı məkanlarda, həm açıq məkanlarda yeri gəldikdə effektiv airsoft üçün lazımlı vasitələrdir və istifadə eləmək də müəyyən dərəcədə lazımdır. Mən çox istəyirəm ki, bir dənəsini alım, amma bir dənə Üzeyrin aldığı bir tapança var idi. SSP 5 idi, o 6.1. Məsələn, mən onun bir də vardı kolda bənzəyən. Colt hələ o Colt'a bənzər modifikasiya olmuş versiyası. Məsələn, mən onu bəyənirəm görünüş olaraq. Amma atış olaraq bunu da onda istifadə eləmişəm. Nəsə bu daha çox məni çəkir. Bilmirəm niyə. O rahatdır da ona görə. Rahatçılığına görə. Əlin rahatdır, balacadır o. Axır biraz daha çox Robocop'un o kino vardı. Robocop dizindən tapanca çıxır ayağından. Ya daha çox ona oxşuyur. Aydındır. Nəinki yekə bir tapancadır. Ya ağırdır özdə, amma uçuşu bundan özün bilsən də, yəni daha uzağa uçur. Amma yüngüllükdə bəs tapancalar üçün hansı güllələr, hansı BB dediyimiz şeylər lazımdır? Limitə görə deyirsən, limitə görə ağırlığı hansı olsa yaxşıdır. Əslində Novric məsləhət görür onlarda 32-li istifadə etməyə. 0.32 qramlıq şarikləri, yəni BB-ləri deyək, mumcuqları, güllələrdə airsoft aləmdə cürbəcür deyirlər ona. 32-li məsləhət görür, amma bizdə, bizim klubumuzda, yəni belə deyək də daha çox biz təhlükəsizliyə önəm veririk deyə. Ona görə biz icazə veririk 0.20-dən 28-ə kimi. Əlbəttə ki, 20-dən heç kəs istifadə eləmir, 25-28-ə üstünlük verirlər. Ağır şarik, yəni daha çox məsuliyyətlidir, yəni. Aydın. Daha çox travma ola bilər. Ona görə biz çalışırıq travma verməmək üçün 25 və 28-dən istifadə edirik. Bəzi o fiziki baxımdan biz araşdırmışıq onu, görmüşük ki, yəni ağır güllə qoyursansa, bəli, güllə yavaş uçur. Amma məsəl üçün 28-i qoyursan ki, sürətli uçur, amma zədəsidir. Məncə neytral deyirəm. Yəni belə deyək də, sürətli uçur, amma yüngül güllədir. Zədəsi az. Amma yəni bunu müqayisə eləyiblər. Biz o vaxt müqayisə eləmişdik, elə 3 il bundan qabaq görmüşdük ki, yəni eyni iz qalır. Amma dəyəndə o cür deyil, onu demək olmur. Adama dəyəndə deyirsən ki, qardaş, mən elə bilirsən ki, o qəmbər daşı deyirlər. Gəlib qəmbər daşından vurublar məni. Mənə Kənan vurmuşdu da, o karkazın yanında durmuşdum. Hakimlik eləyirdim. 50 metrdə mən 70 metrdə mənə snayperlə vurdu.
Gəldi mənə elə dəydi ki, elə bildim ki, nə bilim bir 10 dənə güllə birdən dəydi də. Elə bir ki, yəni hiss olunurdu. Yəni 46-lıq şarik hara. O çox ağırdır. Hadi sniper. O bir dəfə mənə dəyib, bilirəm onu. O 46-lıq güllə hara, yəni 28-lik hara. Ona hiss olunur. Amma fiziki cəhətdən bəzi bu belə deyək, testlərə görə biz o vaxtı yoxlamışdıq. Bəli, o zaman biz başa düşdük ki, tapançalar bizə nəyə lazımdır? Airsoft tapançaları və harada necə effektiv olur. Əgər siz də ətraflı görmək istəyirsinizsə, oynamaq istəyirsinizsə, Airsoft Klub Azərbaycanın səhifəsinə yaza və ya aşağıda olan əlaqə nömrələri ilə əlaqə saxlaya bilərsiniz və gəlib yaxından tanış ola bilərsiniz həm qaydalarla, həm Airsoft tüfəngləri və tapançaları ilə. Zəhmət olmasa videonu bəyənməyi, paylaşmağı və abunə olmağı unutmayın. Təşəkkürlər.